Mən həddindən artıq fırıldaqçı kursların qurbanı olmuşam. Və qərar verdim ki, mən mübarizə aparacağam. Yəni o səssiz qalan xanımların səsi olacağam. Bizim işimizin gedişatına, manikürümüzün nə qədər dərin olacağına əlimdəki bu dənə bu apelsin çubuğu qərar verir. Usta manikürün texnikasını bilməyəndə həmin hissəyə frezanın uc hissəsi ilə girir və sinusları açır, kapillarları zədələyir. Plikanın özünün tutuluşu belə ustanın nə qədər peşəkar olduğunu göstərir. Plikanın aval hissəsi dırnağın dip tərəfində olur və mən yumru şəkildə onu matlaşdıracağam. Ustadına Əhsənin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfə dırnaq sənətində istifadə olunan texnikalardan, ən son yeniliklərdən, trend olan dizaynlardan və doğru bildiyimiz yanlışlardan bəhs edəcəyik. Qonağımız isə bu sahə üzrə mütəxəssis olan Nigar Babaçişiyevadır. Elə isə ekrana daha yaxın əyləşin. Bu gün ustadına bir daha əhsən deyəcəyik. Xoş gördük Nigar xanım sizi. Xoş gəlmisiniz. Bu sahəyə necə başladınız? Motivasiyanız nə oldu? Bu sahəyə necə başladım? Mən düşünürəm ki, bu yerlərə gətirib çıxardan bu peşəyə olan aqressiyam oldu. Mən həddindən artıq fırıldaqçı kursların qurbanı olmuşam. Məsələn? Çoxlu məbləğlər kreditə götürülüb və itirilib. Vədlər öyrədəcəyik, amma öyrənə bilmirəm. Düşünürdüm ki, bu dırnaq nə qədər ağır bir şeydir ki, mən bunu öyrənə bilmirəm. Və başqa kurs, sonra başqa kurs, belə ortada çoxlu maddiyyat getdi, vaxtım getdi, özgüvənim getdi və bir gün dedim ki, artıq ya mən bunu öyrənəcəm, ya da bilmirəm yəni artıq. Ən sonunda xarici kurslara üz tutdum, nihayətində öyrəndim və qərar verdim ki, mən mübarizə aparacağam. Yəni o səssiz qalan xanımların səsi olacağam. Düşünürəm ki, bugünkü günün mübarizəmi həqiqətən layiqli şəkildə aparmışam. Belə deyim də, bir çox şeyləri əldə eləmişəm və bugün də burada yekunlaşdıracağam. İlk müştərinizi xatırlayırsınızmı? Necə olub? Proses necə irəliləyib? Əslində xatırlayıram, amma bir şey deyim ki, mən heç vaxt müştərilərə müştəri gözündən baxmırdım. Onlara həmişə model gözündən baxırdım. Onlardan ödəniş götürürdüm və düşünürdüm ki, bu materialın puludur və mən onların üzərində işləyib təkmilləşirdim. Yeni nəsə öyrənməyə çalışırdım. Sizcə yaxşı bir dırnaq ustasını digərlərindən fərqləndirən əsas xüsusiyyətlər nələrdir? Mən düşünürəm ki, həmişə nəsə öyrənən, öz üzərində yenilik eləyən 1-0 öndədir. Və ən əsası düzgün materialları seçim eləyən və yaxud da steril qaydalara riayət eləyən və bunu şəffaf şəkildə göstərən, müştərisini hörmət eləyən biri həmişə öndədir və fərqlidir. Bu sahədə bəs istedad vacibdir, yoxsa təcrübə? Düşünürəm ki, marketinq vacibdir. İşini düzgün şəkildə müştəriyə təqdim etmək və satmaq. Yaxşı dırnaq ustası ola bilərsən, yaxşı işləyə də bilərsən, amma bunu qarşındakı insana çatdıra bilmərsən. Məhsul seçimində bəs daha çox nələrə diqqət etmək lazımdır? Toxundunuz ki, daha çox məhsul seçimi düzgün olmalıdır, düzgün texnikalar və s. Məhsul seçərkən ilk öncə ona baxmaq lazımdır ki, məhsulun xammalı təkrar istehsal olmasın, tərkibindəki rəngləndiricilər sintetika olmasın və tərkibində həddindən artıq kislota olmasın. Bəzən qiymət əsasında müəyyənləşdirirlər ki, bu məhsul keyfiyyətlidir yoxsa keyfiyyətsiz. Bu doğrudurmu? Xeyr, səhv fikirdir. Mən düşünürəm ki, bir məhsulun qiyməti əgər yuxarıdırsa, bu həmin markanın marketinq qabiliyyətində yuxarı olduğunu göstərir. Yəni adam loqosunu satır. Bəzən dırnaq düzəldəndə xanımlar dırnaq sədəfinin nazilliyindən şikayət edirlər. Bunu məhsulun keyfiyyəti ilə əlaqələndirmək olarmı? Bəli, öncəki sualda mən buna toxundum. Məhsulun tərkibində kislota səviyyəsi həddindən artıq yüksək olanda sədəfi yeməyə başlayır. Dırnağı dincəlmək üçün necə deyirlər, vaxt vermək lazımdır deyirlər həmişə. Ümumiyyətlə nə qədər bir vaxt vermək lazımdır ki, dırnaq özünə gəlsin, bərpa olunsun? Məncə bunlar səhv fikirlərdir. Yəni belə də deyirlər ki, dırnaqlarımız nəfəs alsın. Bizim dırnaqlarımızın burnu yoxdur, dırnaqlarımız insan deyil, istirahət eləsin. Əksinə bu çox zərərli bir şeydir. Bayaq qeyd etdiyim kimi, məhsulun tərkibindəki kislota dırnaq sədəfini yeyir və dırnaq nazilməyə başlayır. Və bir müddət sonra artıq siz onu oradan çıxardanda nazik dırnaqlar qalır sədəfin üzərində. Əlinizi suya vuranda yandırmağa başlayacaq, harasa vuranda qırılmağa başlayacaq. Əgər xanımlar dırnaq istəmirlərsə, mütləq gözləsinlər, dırnaq uzansın, qabağa gəlsin, ucunu plikalasınlar və yavaş-yavaş o material sədəfi tərk eləsin.
Yalnız məhsuldakı həmin maddə ilə dırnaq sədəfi nazilir, bəs səhv texnika ilə pilkalamaq Bəli, məsələ. səhv texnika da ola bilər. Məsəl üçün usta bu işin dərinliklərini bilmir. Dırnağın üzərinə normalda 240 qrit plika vurulmalıdır və sadəcə yüngül şəkildə matlaşdırılmalıdır. Amma ustalarda yanlış bir fikir var ki, mən dırnağın üstünü nə qədər çox və sərt plika ilə plikalasam, onda məhsul daha çox qalıcı olacaq və beləliklə artıq dırnaq laylarını bir aradan qaldırılır. Biz görürük ki, adətən dırnaqlarda xəstəliklər olur, müxtəlif növ. Bu zaman dırnaq üstündən dırnaq da düzəldilər, həmin o xəstə dırnağın üzərində. Ümumiyyətlə bu xəstəliklər dırnaq ustasına hər hansı bir çətinlik yaradırmı? Mən düşünürəm ki, dırnaq ustasının əgər yetəri qədər savadı varsa, xırda nüansların belə deyək də öhdəsindən gələcək. Amma bəzi xəstəliklər var ki, artıq biz ora müdaxilə edə bilmirik. Məsəl üçün göbələk. Bu artıq peşəkar birini tələb eləyir. Anixoliz isə müdaxilə edə bilirik. Amma şəkər xəstəliyindən yaranan anixoliz heç bir şəkildə müdaxilə etmək olmaz. Sonra dırnaqlarda yaşıllaşma xəstəliyi var ki, usta baxanda artıq onu təyin etməlidir. Buna müdaxilə etmək olar ya olmaz. Bəs müştərilərin özünün ən çox elədiyi səhvlər nələrdir ki, dırnağa qulluq baxımından olsun? Müştərilərin elədiyi ən böyük səhv dırnaqlara 3 aydan 2 aydan bir gəlməkdir. Normalda dırnaqlar 21 gündən bir yenilənməlidir. Təəssüf olsun ki, Qafqaz ölkələrində qalıcı dırnaqlara daha çox üstünlük verirlər. Elə bu da ona gətirib çıxardır ki, bugünkü günü bazarda satılan məhsulların tərkibində kislota səviyyəsi çoxdur. Məhsulun tərkibində kislota səviyyəsi nə qədər çoxdursa, qalıcılığı da bir o qədər yaxşı olur və özlərini belə deyək də zəhərləyirlər. Mütləq ki 21 gündən bir artıq gəlib onu sökdürməlidirlər. Bəzən bəzi ustalar olur ki, çox ucuz qiymətə xidmət göstərirlər. Ümumiyyətlə qiymətləri müəyyən edərkən nələrə diqqət edilməlidir? Mən düşünürəm ki, bir ustanın həddindən artıq ucuz qiymətə işləməyi onu göstərir ki, bu insan o qədər də peşəkar deyil. Ya bunu əminliklə deyirəm. Çünki peşəkar bir insan həddindən artıq kursa gedib pul tökməlidir. Bir çox kurslara pul tökən biri heç vaxt baha aldığı bir şeyi ucuza satmaz. Və ən əsası düşünürəm ki, o ən ucuz məhsullardan istifadə eləyir. Çünki heç kim astar özündən baha iş görməz. Belə bir söz var. Və düşünürəm ki, steril qaydalara yetəri qədər riayət eləmir. İlk öncə dırnaq ustaları işə başlamadan öncə oturuşlarını, qamətlərini düzəltməlidirlər ki, bu onların sağlamlığı üçün vacibdir. Oturdular, ayaqlar arxaya gedəndə qamət düzəlir. İkinci bir tərəfdən bu işıqlar onların belə deyim də ikinci gözüdür. İdarəni düzgün şəkildə bilməsələr səhvləri görməyəcəklər. Və ən əsası dırnaq ustaları bu cür işləməyin. Bir müddətdən sonra artıq bu onurğa sıradan çıxacaq. Kifoz, skalyoz. Baxın, dirsəyi qoyursunuz. Müştəri bu arada sizə yaxın gəlməlidir. Qaldırırsınız və işıqlar o dırnağın üstünə vurulmalıdır və siz düz şəkildə oturmalısınız, bu cür işləməlisiniz. Gördünüz necə sərbəst görürəm. Belə eləyirəm, dırnağı dibini görürəm, belə eləyirəm, üstünü görürəm. Bu qədər. Bu sahəyə yeni başlayanlar üçün hansı texnikanı öyrənmək daha çətin olur? Mən düşünürəm ki, indi dırnaq ustaları forma gel işləyəndə çətinlik çəkirlər, çünki düzgün təlim almırlar. Formageli ümumiyyətlə işləyəndə bu kağızın qoyulmasıdır və s. onlar düzgün qoyulmasını necə müəyyənləşdiririk ki, biz o düzgün qoyulur yoxsa yox? Şablonun düzgün kəsilməyi lazımdır, dırnağın altını düzgün yerləşdirmək lazımdır. Ümumiyyətcə belə deyim, bilirsiniz ki, dırnaq texnikaları Rusiyada daha çox məşhurdur. Rusiyada formagellə işləyə bilməyən ustanı usta gözündə görmürlər. Azərbaycanda isə təəssüf olsun ki, hələ də tipsi deyib dayanıblar. Belə bilmirəm, amma mən düşünürəm ki, mən müştəriyəmsə, əgər gəlib oturmuşamsa, mənim üçün maraqlı gedir, usta o nə bilir, nə edir. Mənim üçün prosedur tez olsun, dırnaqlarım səliqəli olsun. Freezer, LED lampa və işıqlar. Bunları seçərkən nələrə diqqət etmək lazımdır? İşıqları seçəndə ona diqqət etmək lazımdır ki, hal-hazırda bilirsiniz ki, gündə bir dənə işıq çıxır. 120 manata, 200 manata belə işıqlar var. Bunlar gətirib satışa buraxılır. Onlar əslində bizim işləməyimiz üçün çətinlik yaradır. Bir dırnaq ustasının stolunda 2 dənə belə naçnik olmalıdır ki, o onları idarə eləsin və səhvini görsün. LED lampalarda isə çalışın orijinallığa üstünlük verin. Çünki poddelkalarda belə deyək də LED-lər düzgün olmur. Belə, amma orijinallarda istilik daha az olur. Belə başa salın və dırnaq yanmır aparatın içində. Və onlarda ultrabənövşəyi şüalar daha düzgün şəkildə olur ki, dəri xərçənginin qarşısını alır. Yəni yaratma riski daha azdır.
Dərin manikür, sadə manikür bu ifadələri ustaların dilindən tez-tez eşidirik. Ümumiyyətlə fərqləri nələrdir? İzahlı formada göstərərək bildirə bilərsinizmi? Hə, deyirlər ki, mənim manikürüm idealdır, cibli manikür falan filan seçmək. Amma mən hiss edirəm ki, bunlar boş şeydir. Gəlin ilk öncə onu deyim ki, bir dırnaq ustası işə başlamadan öncə mütləq müştərisinin əlini yüzləsin, çünki bilmir əlində hansı infeksiya ilə gəlir. Əgər salonunda şərait yoxdursa, onda antibakterial penalardan istifadə etsin ki, o bakteriyaların qarşısını alsın. İkinci bir tərəfdən mütləq əlcək istifadə eləsin. Əgər material sökəcəksə mütləq maska istifadə eləsin. Və manikür deyəndə ki, məsəl üçün dərin manikür və yaxud da belə deyək də adi manikür. Bizim işimizin gedişatına, manikürümüzün nə qədər dərin olacağına əlimdəki bu dənə bu apelsin çubuğu qərar verir. Bunu götürürük. Barmağımızı bura stoyk eləyirik, yəni sökürük. Bunu saldıq və yerində sadəcə fırlayırıq. Bu nə qədər açırsa, biz o qədər dərin manikür eləyə bilərik. Yəni hər dırnağı dərin manikür eləmək olmaz. Çünki burada matris yerləşir və ona gedən yolu həddindən artıq açmaq olmaz. O qanamaların bəs səbəbi nə olur? Adətən dırnaq eləyəndə görürük ki, çox sayda qanama olur. Burada çox qan axır. Hətta bir neçə dəfə mən rastlaşmışam, müxtəlif dərman vasitələri tökürlər, çox qan dayansın, daha sonra gellə bərk etsin. Gördüyünüz bu hissələrdə sinuslar yerləşir və kapillarların daha çox belə deyək də düyünləndiyi hissə oradır. Usta manikürün texnikasını bilməyəndə həmin hissəyə frezanın uc hissəsi ilə girir və sinusları açır, kapillarları zədələyir. Bəzən də işıq dairəsini düzgün bilmirlər. Məsəl üçün işıq, baxın, bu cürünə dayananda biz kapillarların harda yerləşdiyini görə bilirik. Qızaran zonaları kəsmirik. Üzdən aparatla manikür edirik. Amma usta işıq dairəsini bilmədiyinə görə işığı necə gəldi saxlayır, kapilların yerini təyin edə bilmir və nəticə etibarilə qanamalar olur. Bu arada mütləqdir ki, əziz xanımlar, dırnaq ustasına gedəndə baxın, sizə istifadə elədiyi hər bir şey kraflardan çıxmış olsun. Bu arada biz belə deyək də, təzə frezalardan, təzə kusaçkilərdən istifadə eləmişik. Yəni bunlar hər biri steril olunmuşdu, daha doğrusu təzə açılmışdı. Biz sizə napirmin olaraq göstəririk, misal olaraq göstəririk. Burada rənglər mütləq olaraq dəyişməlidir. Usta ilk öncə istifadə elədiyi başlığı tanımalıdır. Yəni siz bilməlisiniz ki, bu başlığın uc hissəsi heç vaxt manikür eləmir, kənarları manikür eləyir və bunu bu cür ora yerləşdirməklə siz heç bir nəticə almayacaqsınız. Kənar hissəsini yerləşdirməlisiniz. İndi mən sizə praktikada da göstərirəm. Baxın, barmağı dayaq eləyirəm. Niyə dayaq eləyirəm? Çünki artıq proses zamanı belə deyim, bu mənim barmağım olmur, bu müştərini hiss elədiyim vasitə olur. Mən bunu bura qoyuram və əgər mən çox dibə gedirəmsə, müştərini incidirəmsə, bu barmaq burada başlayır sıxılmağa. Əgər bu barmaq burada rahat şəkildə qalıbsa, deməli artıq mən düzgün işləyirəm. Bəs bu dırnağın üzərini pilkalayanda nəyə diqqət etmək lazımdır? Çünki bəzən dərindən pilkalayırlar, daha sonra dırnaq üzərində aparata əlimizi salanda göynəmələr, yanmalar olur və s. Dırnağın üzərini pilkalayanda bilin ki, məsəl üçün gridlərə baxırsınız. 240 griddən istifadə etməlisiniz. 240 yumşaq deməkdir. Və həmişə pilkanın yazılı tərəfi yumşaq tərəfi olur. Pilkanın özünün tutuluşu belə ustanın nə qədər peşəkar olduğunu göstərir. Və əziz xanımlar, siz bilin ki, dırnağın üstünü sərt pilka ilə belə eləməklə siz yağlılıq götürmürsünüz. Dırnaq belə deyək də qatı, sədəfi bir neçə laydan ibarətdir və hər qatda da eyni maddələr var. Əgər burada nə qədər yağ varsa, altında da o qədər var, nə qədər keratin varsa, onda da var belə. Sadəcə yüngül şəkildə baxın, matlaşdırırsınız. Baxın, basmıram. Pilkanın aval hissəsi dırnağın dib tərəfində olur və mən yüngül şəkildə onu matlaşdırıram. Mən əslində bunu eləməklə gündəlik belə deyim də, üzümüzdə də olur yağlanma, saçımızda da olur. Dırnağın üstündəki həmin o yağlı təbəqəni götürürük. Sonradan yaranan yağlı təbəqəni, yəni özündəki yağı götürmürəm. Və dırnağın uc hissələrində pilkalayanda heç vaxt böyümə nöqtələrinə girməyin. Bura uzanma nöqtələridir, böyümə nöqtələri. Dırnaq ustaların hamısı səhv eləyirlər. Və çalışın barmaqları bu cür tutun. Baş barmaqla dırnaq yatağını geriyə çəkin. Bu hipanixiyumun qarşısını alır. Lorub dediyi hipanixiyum nədir? Dırnağın altından bəzən ət uzanır, gəlir belə qabağa çıxır. Bax, bu onun qarşısını alır. Və böyümə nöqtələrinə heç bir şəkildə girmək olmaz. Bu cür pilkalayırsınız. Bəzi ustalar amma forma gel eləyəndə forma kağıdını yerləşdirmək üçün kənarlarını pilkalayır ki, daha rahat otursun forma kağıdı dırnağa. Ona görə məncə ya tips işləyin, ya üst forma işləyin. Çünki forma gel pilka manikür addel məktəbdir.
Müəllim həmişə elə deyirdi. Bəs ümumiyyətlə gel-lak, forma gel, shell-lak bunların arasındakı fərqlər nələrdir? Shell-lak deyilən bir prosedur yoxdur. Shell-lak sadəcə olaraq bu dırnaq ləvazimatlarını belə deyək də satışa çıxardan firmanın adıdır. Gel-lak isə hansı ki rənglərin adıdır və baza bərkitmədə deyilir. Öz dırnağına gel, dırnağımızın üstünə zaten gelin tökülməsidir. Forma geldə kağız şablonlardan istifadə olunur, yəni alt formalardan. Tipsidə adi bir plastmas yapışdırılır. Üst formada isə hazır qəlibin içinə geli doldurub dırnaq təbəqəsinin üstünə qoyulur. Nümunə üçün forma geldə bu istifadə olunan forma kağızının düzgün qoyuluş formasını izah edə bilərsiniz? Bəli, izah edirəm. Gördüyünüz böyümə nöqtələrini plikalamadır. İlk öncə əllər tərsinə çevrilir və kənardan baxılır. Barmağın əyriliyi, düzgünlüyü təyin olunur. Sonrasında biz dırnağın mərkəzini təyin edirik. Baxın, görürsünüz barmaqda əyrilik var. Burada bunun mərkəzi buradır. Və bunu belə bu şəkildə aparanda uc mərkəzimiz də buradır. Burada təyin elədiyimiz mərkəzi burada şablonun mərkəzi ilə üst-üstə saxlayır. Bunu götürürsüz alt hissəyə yerləşdirirsiniz. Bu əzilməmək üçündür və üzərinə qoyulan yükü daşımaq üçündür. Orta hissədən birləşməmək üçündür. Təbii ki, əlimdəki şablon keyfiyyətsizdir. Keyfiyyətli şablonlarla işləmək daha rahatdır. Bu hissədən ucları bərabər şəkildə birləşdiririk. Birləşdirdikdən sonra şablonu dırnağa yerləşdiririk və mərkəzlərə baxırıq. Mərkəzi üst-üstə qoyduqdan sonra bir balaca sabitləyib kənardan baxırıq. Baxın, bu kənardan şəkildə çıxıntılar olur. Bu şəkildə düz dayanmalıdır. Əgər biz işləsək arka, yəni təkmilləşmiş qaynaqlar, şablon üzü yuxarıya doğru durmalıdır. Baxın bu cürlə. Tam onu izah edeyim. Belə, ucu yuxarıya doğru durmalıdır. Salon niş deyiriksə dümdüz dayanmalıdır. Bəs son dövrlərdə daha çox hansından istifadə olunur bunu? Arka qaynaqlar. Əlbəttə ki, daha belə necə deyim, elegant xanımlar sadə öz dırnağına gel, ağ rənglərə üstünlük verilir və yaxud da bej rənglərə. Bu hissədə təyin edirik. Məsəl üçün deyək ki, bunu buradan kəsəcəm, bunu isə buradan kəsəcəm. Artıq yerini təyin eləmişəm. Gedirəm şablonu kəsməyə. Buradan bu yana doğru gəlirik. Buradan da bu yana doğru gəlirik. Bizim ustalar düşünürlər ki, plikadan sonra baxarsan işə, elə deyil amma. İşə plikadan sonra baxmırlar, elə öncədən baxırlar. Bu hissəni kəsib buradan çıxardırıq. Əslində məndə sürətli şablon kəsim texnikası da var. Amma yenə deyirəm, son zamanlar tələbələr niyəsə bunu istəmirlər və bizdə də forma gel dərsləri də bahadır bu arada. Tam ayırırıq, yerləşdiririk və özünüz də görürsünüz ki, uzun bir prosesdir. Müştəri də ki, yorulur. Yəni normalda məndə misal üçün bura oturdu. Oturmasaydı uç hissəsini kəsərdim. Amma düşünək ki, oturmuyor. Onda biz buranı da kəsməliyik. Buradan bərkləyirəm, sonra alt hissəsindən kəpənəkləri yapışdırıram. Geldən biraz götürürsünüz və həmin o geli yandırırsınız. Yandırandan sonra yaxınlaşdırın zəhmət olmasa. Gelin rəngi bax bu cürlə saraldısa əgər, görürsünüz sarı rəng oldu. Bu deməkdir ki, bu geldə sintetik rəngləndiriciden istifadə olunur. Yəni bu hər cür allergik reaksiyanı yaradacaq. Hətta belə deyim, dırnaq ustası bu gellə işləyir, mütəmadi olaraq plikalayır, o tozu udur da, onda da başlayacaq bir müddət sonra boğazlarda qıcıqlanma yaranacaq. Bu gellər dırnağa vuranda yandırırmı? Məsələn, lampada bir də görürük ki, dırnağı vururlar geli, amma yanma hissi olur. Mən hal-hazırda sadəcə gelin tərkibindəki sintetikanı yoxlayıram. Dırnaqların yanması isə bizdə təəssür olsun ki, bir çox gellərdə var. Niyə? Bayaq başa saldım, bizim xanımlarımız qalıcı dırnaq xoşlayır. Ona görə bütün gellərin tərkibində hamısında kislota var. Və o da yandırır. İkinci bir tərəfdən də aparatlar. Məsəl üçün bunlar bayaq dediyim kimi silikon dioddur. Burada sadəcə olaraq ucuz aparat sizə demir ki, mən sizin əllərinizi yandırmayacağam, sizə demir ki, mən sizin nə bilim dəri xərçəngi yaratmayacağam. O deyir ki, mənim vəzifəm bura qoyulan məhsulu qurutmaqdır. Amma artıq nə qədər voltda qurudacağam, onu özüm bilərəm. Amma orijinal aparatlarda istəyirsiniz göstərə bilərəm. Həmin baxın bu ledlər düzgün şəkildə paylanılır və kvartlı. Altında da dəmiri olur ki, onu əks elətdirir. İşıq sayı çoxalır və normal belə deyək də voltda quruyur dırnaqlar. Onda da yanma hissi az olur. Məhsulları gördüyünüz kimi geli göstərdim. Baxın, bir dənəsi yananda saraldı, digəri isə saralmadı. Bu deməkdir ki, bu yaxşıdır, bu yaxşı deyil.
Siz də dırnaq ustasına gedəndə götürürsüz bir damcı yandırırsınız. Saraldısa özünüzə yaxın qoymayın. Primer, baza, tapqot, bunların bəs keyfiyyətli yaxud da keyfiyyətsiz olduğunu necəsə müəyyənləşdirmək olurmu? Bəli, olur. İstənilən topkatı bir balaca götürürsüz, salırsınız bu işıqların içinə. Əgər orada rəngi belə sarı rəng olursa və yaxud da karışıq tonlarda olursa, deməli artıq o dırnaqda 2 gün sonra soyulacaq, sarı kökün izi qalacaq və matlaşacaq, uzun ömürlü deyil. Amma aparatın içində mavi rəng, içində də xırda sarılıq, belə sarılıq olan topkatlar artıq onlar idealdır, aylarla heç bir şəkildə cızılmayacaq deməkdir. Bəs dizayn olaraq da çox hansından istifadə olunur? İllərdir heç vaxt dəyişməyən French. Vitrikalar da öz sözünü deyir. Yay gəldi neonlar başlayacaq. Ən çox hansı rənglərə üstünlük verirlər? Mən düşünürəm ki, standartda bütün Gella kataloqunu almayın xanımlar, yersizdir, yəni artıq məsrəfdir. Qırmızı həmişə dəbdədir. Ağ zaten gellərin öz rəngini saxlayırlar, French çəkirlər. Sezonla alsınlar rəngləri. Məsəl üçün payızda payız tonları alsınlar, yayda yay tonları alsınlar. Amma milyoner mavisidir, qırmızıdır, bunlar həmişə dəbdə olan rənglərdir. Frenchlər başlayır böyümə nöqtəsinin üstündən. Ondan biraz yuxarıda və yaxud da aşağıdadırsa artıq bu dizayn sayılır, French sayılmır. Və dırnağın uç hissəsindən tən yarıya bölünür. Tən yarıya böldüyümüz hissəni yenidən bərabər 2 hissəyə bölürük. Düşünək ki, bura böyümə nöqtəsidir. Böyümə nöqtəsindən ora bir dənə xətt çəkirik. Və kistirimizi qaldırmırıq. Necə gəldi çəkirik. Bir xətt də bu böyümə nöqtəsindən bura çəkirik. Dırnağın ümumi uzunluğu xəyali olaraq tən yarıya bölünür. Birinci hissə ilə 2 işimiz yoxdur. İkinci hissə bərabər 3 hissəyə bölünür. Üçüncü hissə French'in qalınlığını təyin edir. Deyək ki, misal üçün bura. Və biz artıq French'in sxemini çıxartdıq. Bundan sonrasında isə artıq əl səliqəsi, göz səliqəsi. O da necə olur? Dırnaqları tərsinə çevirirsiniz, uzaqdan baxırsınız. İnsan səhvini uzaqdan daha yaxşı görür. Əlinizin də əsməyini istəmirsinizsə, barmaqlarınızı dayaq edirsiniz və bu cürlə fırlayıb o dairəni rahat şəkildə çəkə biləcəksiniz. Yerdə qalan isə artıq o boşluğun doldurulmalıdır. Bir də izah eləyərsiz zəhmət olmasa bazanı düzgün necə çəkmək olar? Çünki bəzən bazanı çəkirik, kutikula dəyir və dırnaqda atmalar olur. Kutikulun üzərindən qopmalar olur. İlk öncə onu deyim ki, dırnaqlara primeri çəkəndə mütləq ki, tam olaraq quruduğuna əmin olun və UV primerlardan istifadə edin. Yəni aparatda quruyan primerlardan. Alt nəmli qalanda dırnaq yaşıllaşmağa başlayır. Əlini ver. Bazanı çəkəndə bu işıq dırnağın üstündə olur və biraz müştəriyə tərəf dayanır. Onda siz dırnağın dibini tam rahat şəkildə görə bilirsiniz. Amma işıq belə dayananda dırnağın özünün dibinin kölgəsi qabağa gəlir və siz tam dibdən işləyə bilmirsiniz. Bu cürlə və bazanı götürürsüz, azaldırsınız, əli qoyursunuz, əliniz əsmir, yəni barmağı. Baxın, açırsınız, tam dırnaq dibinin formasını alandan sonra geriyə doğru itəliyirsiniz. Gördünüz? Bu qədər rahat. Bazadan sonra standart qaydada gel, tapqot və s. bunlar. Bəli. Bir də ki, tips ilə işləyən xanımlar çalışın tipslərinizi baza ilə yapışdırın. Artıq bu kleyi çıxardın həyatınızdan. Baxın, bayaq soruşursunuz ki, ən çox nələri istəyirlər? Təəssüflər olsun ki, ən çox bunları istəyirlər. Bu gördüyünüz tələbə işidir, üst formadır, arka qaynaqdır və ambre akvarium dizaynıdır. Günümüzdə belə deyək də, bu dəqiqə trenddə olan dizayn da budur, dırnaq modeli də budur. Gördüyünüz kimi. Bunu işləmək daha rahatdır yoxsa? Bəli, üst formanı işləmək rahatdır. Təbii ki, tələbə üçün çətindir. Özünüz görürsünüz ki, yəni burada çox cüzi səhvlər var. Yəni bir usta işinə bərabərdir və tələbənin ilk işidir. Beləliklə, Ustadın Əhsənin növbəti buraxılışının da sonuna gəldik. Bizim dəvətimizi qəbul elədiyi üçün Nigar xanıma da təşəkkür edirəm. Çox sağ olun, vaxt ayırdığınız üçün. Minnətdaram, siz sağ olun ki, əziyyət çəkib gəlmisiniz.